100 kilogram olana kimi diyetdəyim gün 2. Birinci günü uğurla başa vurduğum için özümə təşəkkür edirəm. Bugün sizinlə nəfsim haqqında danışım. Danışmağa başlasam bu hissəyə sığmaz, sabahsı günə saxlayaram, problem deyil. Əslində mən həmişə demişəm, videolarımda bildirmişəm ki, mənim problemim mədəmlə deyil. Çox şükür, yediyim bütün öğünlərim məni dəhşətli dərəcədə kifayət qədər tox saxlayır. Amma mən həqiqətən nəfsimə, istəyimə iradə göstərib yox deyə bilmirəm. Şokolad istəyirəm, yeməliyəm. Xeyr, yeməməlisən. Niyə yeyirsən demirəm özümə. Və problemlərdə bugün gətirib bizi 115 kilo eləyib. Amma inanıram, düzəldəcəm. Bu 90 gün ərzində mən ən azı istədiyim çəkiyə yaxınlaşacağam. Siz izləmdə qalın. Növbəti gündə görüşənədək özünüzə yaxşı baxın.